Salam, gəlin belə bir isbata baxaq. Bizə deyilir ki, isbat edin ki, y bərabərdir a sinus x üstə gələk b kosinus x-in qiymətləri çoxluğu mənfi kök altında kvadratlar cəminə, müsbət kök altında kvadratlar cəminə bərabərdir. Çox maraqlı bir isbatdır. Demək olar ki, bu qaydanı 90% abituriyent bilir, amma isbatından xəbərləri yoxdur. Gəlin hamı üçün bunu aydınlaşdıraq. Bizim funksiyamız a, bir dəqiqə qələmimi sərgiyə salım. A sinus x üstə gələk b kosinus x-dir. Mən bunu bir r-ə vursam və r-ə bölsəm, heç bir fərq olmaz. Yəni, r də burada hər hansı bir şeydir. Fərqi yoxdur. Sadəcə olaraq bir r-ə vurub, bir r-ə bölürəm ki, burada bucaq əmələ gətirə bilim. O zaman bu r qalar burada öz yerində. Bunu parçalayarıq. A böləyir sinus x üstə gələk b bölək r kosinus x. Aha, mən burada bucaq yaratmaq üçün, hansı ki orada biz onu çox işləmişik. Məsələn, kök 2 ya da yox, 2-də 1 məsələn sinus x üstə gələk kök 3 bölək 2 kosinus x. Orada həmişə köməkçi bucaqdan istifadə olunur. Ona görə də məsələn bunu bir dənə kosinus alfa, buna isə bir dənə sinus alfa versəm. R vuraq. Sinus x kosinus alfa üstə gələk, kosinus x sinus alfa düsturu bizə verir sinusun cəm düsturunu. Yəni sinus x üstə gələk alfanı. Aha. İndi bizim deməli sinusun qiymətlər çoxluğu mənfi 1, müsbət 1 aralığındadır. Qiymətləri yerinə qoysaq, bizim qiymətlər çoxluğumuz mənfi r, müsbət r arasında olmalıdır. Həqiqətən də görün oxşuyur. İndi gəlin görək bu r nədir burada? Baxın, mən A böləyirəm kosinus alfa, B böləyirə isə sinus alfa demişəm. Metrik münasibətləri isə yox. Eyniliklərə əsasən sinus kvadratı ilə kosinus kvadratının cəmi bizə 1 verir. Sinus kvadratı alfa üstə gələk kosinus kvadratı alfa bizə verir 1-i. Bu bucaqlar eyni olmalıdır. Sinusumuz nədir? B böləyir. Bunun kvadratı B-nin kvadratı bölək R-in kvadratı. Üstə gələk kosinusun kvadratı A-nın kvadratı bölək R-in kvadratı bərabərdir 1-ə. R-in kvadratında A kvadrat üstə gələk B kvadratı bərabərdir 1-ə. Çarpaz vursam R-in kvadratı bərabərdir A kvadrat üstə gələk B kvadratına. Onda R-imiz kök altında A kvadrat üstə gələk B kvadrat olmuş olur. Və bizim də qiymətlər çoxluğumuz o zaman R-in yerinə bunu qoysaq, mənfi kök altında A kvadrat üstə gələk B kvadratından, müsbət kök altında A kvadrat üstə gələk B kvadratına. Vəssalam, isbat olundu.